Sizdən xahiş edirəm, kanala abunə olun ki, savadlı müəllimlə çalışmağın nəticəsini görəsiniz. Sən onu edirsənsə, o müəllim Avropa çempionudursa, onu edirsə, mən onu edeyim, mən də onun kimi olacam, yox, elə bir şey yoxdur. Kafaları su içmiyorum, ümumiyyətlə, pump da ala bilmirəm. Mən deyirəm ki, su içmirsən, deyirəm. Əzələnin 90% sudan ibarətdir. Sudan ibarət, əlbəttə ki. Herkese salamlar, əziz izləyicilər, YouTube kanalımın izləyiciləri. Bəli. Çoxdandır gözlədiyimiz video gəldi o an. Pərvizlə nə vaxtdan danışıq ki, YouTube'a video çəkək, alındıra bilmirik. Elə gələndə də saat 5-də çəkəcəkdik əslində, probkada qalmışıq. 2 saat o qalıb, 1 saat mən qalmışam. Bugün Pərvizin, çox hamı deyir ki, Pərvizin kürək məşqi, bugündən o kürək məşqin həm mənə göstərəcək, həm də sizlərə göstərəcək. İnşallah bir yerdə bugün Pərviz. Sadəcə olaraq mən tövsiyə edirəm ki, bizim idmançılarımıza, söhbət məsələn, peşəkar idmançılarımızdan gedir. İstər bodybuilding, istər klassik fizik, istər muscle, istər men's fizik, fərqi yoxdur. Məşq sistemi eynidir. Eynidir. Bəli, kim deyə bilər ki, mən body məşq edirəm, elə bir düşüncə, elə bir anlayış yoxdur. Anlayış yoxdur. Məşq ayaqdan başlayır. Birinci sütunun ayaqların sənin yaxşı olmalıdır. Heç bir idmançı deyəməz ki, mən ayaqsız yaxşı forma yığıram. Yığa bilərik forma, o kursun və ximiyanın şotdur. Amma biz ximiya, əgər fundament yaratmaq istəyirsinizsə, birinci ayaqlarımızı möhkəmləndirməliyik. Ayaq güclü olmalıdır, ayaqlar yaxşı olduq sərdizdə. İstəyirsən, şort tükləsən səhnəyə çıx maskılda, duran vəziyyətdə sən səhnədə birinci ayağından gözə girəsən. Elə bir zubakistkaya şey geyindirmirsən, şort geyindirmirsən. Bəli, ona görə inşallah ki, bugünkü kürək məşqimiz biraz ağırlı olacaq, biraz stresli olacaq. Əgər bu məşqi kimsə yaşamaq istəyirsə, canlı. Bugünkü setimiz deyim, bizim kürək məşqimiz bugün turnikləri çıxmaq şərti ilə 18 set olacaq. Ay maşallah. 18 setin, 4 setini tab gətirəcək, biləcək idmançı varsa, mən hər zaman bu zal açıqlı dəvət edirəm, gəlsinlər məndən. İnşallah. Gəlməksə gəlsin. Və yaxud da sinə məşqini. Komentar yazarsın. Və yaxud da sinə məşqini dəvət edirəm. Çünki sinə məşqini də düzgün işləmək. Old school var ha. Old school. Sən old school, mən belə old school deyirəm. Old school məşqini mütləq etmək lazımdır. Kim deyirsə ki, təməl olur da qardaşım, təməl hərəkətlər. Mən old school hazırlaşım, sən aparatlarla hazırlaş. Amma çıx fərqi nədə olacaq? Ronnie Coleman'dan Flex Filler. Fərqi gördünüz? Bir nəzərəsi sərt, dözümlü, bir nəzərəsi qubqa kimi. Amma yekədir o da. Bəli, amma yekədir. Amma sərtlik yoxdur. Bəli, sərtlik yoxdur. Sərtliyi almaq üçün çəkiləri işləmək lazımdır. Ağır çəki. Mən set qoyum işləmək nə lazım deyil. Mənə ağır çəkini setdə işləyə bilsən, tab gətirsən ki, əgər bax mən qoyuram set ağır çəkini, deyirəm ki, gəlin ağır set işləyək. Əgər ağır seti ən sonuncuya qoyub 3 set 1, 2, 3 hərəkətləri 15 say eləmək şərtini eləyə bilsən, mən deyəcəm ki, mən bu idmanla anlayışım yoxdur. Dəfindir. Bəli. Sonra sual verirlər ki, biz illərlə də idman sahəsindəyik, istər fərq etməz. Necə olur ki, məsəl üçün də siz çıxırsınız bir il ərzində həm mütləq Avropa çempionu olursunuz, həm ölkənin mütləq çempionu olursunuz. Bu arada Pərviz hamı tanıyır da, yəni demək ki, biz illərlə bu səhnədəyik, Avropa səhnəsində istədiyimiz nəticəni ala bilmirik. Onu almamağın səbəbi məşqlərin düzgün seçilməməsi, qida rasionuna düzgün fikir verilməməyi, yuxu rejiminə fikir verilməməyi, bu 3 amil şərtdir. Birinci yuxu, yaxşı yuxu olmalıdır, yaxşı qida olmalıdır və yediyimiz yeməyi belə iyrənə yeməməliyik, zövqlə yeməliyik. Bugün gündə hər şeydən həzz almalısan, qardaşım, həzz almalısan. Mən səhər afişankanın üstündə istədiyim balda töküb yeyirəm. Qara ərik qurusu ilə də bir gün yeyirəm. Bal yeyirəm, bal niyə yeyirsən, kökəldir. Axı bal kökəldə bilməz. Var təmiz çiçək balı var, qanqal balı var. Bəli, bunlar bal lazımdır insanın bədəninə. Sən enerjindir də qardaşım. Bəs sual vermək lazımdır. Deyir ki, biz yağları hardan alırıq? Məcbur nəsəsin, hər səhər zeytun yağı yeməliyik. Çəkimizə görə yeməliyik. Ya badam, ya fındıq. Məcbur onu çayla nəsəsin, çayla yeyə bilərsən, bəli, yeməyə qata bilərsən, ya üyüdə bilərsən, yeməyə əlavə edə bilərsən. Adi yeməklər, bilirsiniz, çox fərqlidir. Yeməyi də ağız dadına uyğun bişirməlisən ki, sənin inkişafında problem olmasın. Çünki sənin orqanizm də sənin kimi istəyir, xoşbəxtlik hormonu var bizim orqanizmimizdə. Biz onu birinci aşılamalıyıq. Ki, bax, mən bunu xoşbəxtliklə gəlsən zala, düzdür? Sən heç kim məcbur gətirə bilməz ki, bu işdə. Yeməyi də elə xoşbəxtliklə yemək lazımdır. Əlbəttə ki, mən bu gördüyüm işdən həzz alıram. Bəli. Səhər duram, məsələn, kardiyomu eləyirəm, sonra yeməyimi yeyirəm, həzz alıram.
Hər gün mən o gözləyirəm ki, o səhər açılsın, o afişanka ilə yulafla, yumurtanı yeyim. Su. Vallahi. Birinci bir hərəkətimiz razminkadır. Şu an Razminka bədənimiz maksimum 15 dəqiqə, 20 dəqiqə olmalıdır. Rastlaşkalar olmalıdır. Travma almamaq üçün, zədə almamaq üçün. Məsləhət görərəm bütün idmançılarımıza məşqdən öncə mütləq razminkaları eləmək lazımdır. Razminka məsəl üçün, mən judo ilə məşğul olduğuma görə judo razminkası da eləyə bilərsən. Bədən əzələyə rastlaşkalar, bunları işlətməlisən. Məsəl üçün, hər hərəkətləri var ki, o məsəl üçün, daba budur. Həm ayaqlarını işlədirsən. Ay, sağ ol. Bədəni qızışdırırsan, açırsan. Soyuq girməyin, nə ümumiyyətcə girsə, travma ola bilərsin. Mütləq, oynaqlar. Və məcbur qalırsınız ki, oynaq üçün qulkozamin içəsiniz, maqnezium içəsiniz ki, təzdən bərpa olasınız. Gedək, hara gedirik? Adam başlayaq. Buradakı tonikdən. Al qaçırda, təçətində. Yallah, başlayaq. Getdik, let's go. Davay. Uşaqlar, heç vaxtda işləmədiyim hərəkətləri işləyəcəm bugün. Allah, qəşək. Beton. Allah. Allah. Səkiz vurun. Aramızda çəki nə qədərdir? Çəkim halada 99. Məndə 130. 130. Eləmi ki, 130 kilonu qaldırmaq. Sən bədəndə bir dənə insan yaşayır. Da deyəcəyik səni. Hazır. Aha. Ya Allah. Getdi. Bas, qəşək. Sıx. Allah. Super var. Gözəl kürək istəyirsən ancaq buradan başlamaq lazımdır. Sıxvatların bərkiməlidir, sümüklərin irilənməlidir. Sən nə qədər vaxta qədər aparatların özü bir şey eləyəsən? Hayır, aparat. Otluğun yerinə sizə verib, öz çəkinlə işləmək başqadır. İzolasiya üçün aparat yaxşıdır. Aparat lazımdırsa nə vaxt? Yarışa bir ay qalmış, zədələməmək üçün aparatları oynamaq. Formanın üstündə oynamaq deyirlər buna. Kürəyin içinə deyəndə ki, bu millətin təzə çıxartdığı bir şey var, içi çölü. Mən o şeyləri qəbul edirəm. Millətin şeyi ilə gedirik. Yox. Ayaqlarımızı saxlasaq, kürəyimizi otura bilərik. Palçok da olmaz. Allah. Sıx. Bas. Gözəl. Kürəyin sıxırıq ha burada. Eşək. Etdik. Səhər zavtırkında. Ucun abet. Səhər yemək. Ucun abet yoxdur da, elə bil. Ucun abet qabaqda. Ucun abet birazdan başlayır. Sıx. Təksən. Uşaqlar, hələ ki tonikdəyik burada. Axırıncı setimizdir. Axırıncı seti işləyirik, keçirik. O bir hərəkətlərə. Səx. Oy səni. Hoppa. Davay da.
Dart. Dart. Qəşəng. Super. Dəmkalarımızı götürürük. Ancaq turnik. Sən indi turnikdən sonra hərəkət istəyirsən. Qan doluraq. Hazır. İnşallah ikinci hərəkətimizə keçdik. Demək, birinci turniklərimizi saymırıq. O razmikadır, zavtrıqdır, səhər zavtrıqdır da. Biri yulafdır, biri yulafdır, bir yumurtanın ağıdır. Yanında da avokadosu, xiyarı. İndi ujunla başlayırıq, ujun yeməyimizə. Amma karbohidratı bol olmalıdır, bilirsiniz də. Çoxlardakı ujun bilmirik, Azərbaycan. Hə, nahar yeməyinə başlayırıq, amma karbohidrat bol olmalıdır. Həm də zulalı da bol olmalıdır da. Yəni karbohidrat zual nə demək? Yəni ağır çəki ilə basmaq lazımdır. Mən set göstərəndə çəkiləri də göstərməyə xahiş edirəm. Mən qoyum yüngül setlərlə kurqavoy məşqi yox, ağır setlərlə kurqavoy məşqi eləməyə bacarığı varsa eləsinlər. Yox, mən yüngül çəki ilə qoyub kürək böyüdə bilməzsiniz. Mümkün deyil. Yəni başlayanlara aid deyil də bu. İləri səviyyəli idmansızsa işlə bilərsiniz. Dört, işlə. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Bu 70 kilo razmikadır da birinci başlanmaq üçün. Geç. Bu pərviz işləsin, sonra mən işləyəm. İkinci hərəkət. Arxasınca. Biz latları birinci böyütməliyik. Çünki kürəyin ortasına elə işləmirik, kürəyin aşağısını işləmirik. Biz lapatkaları birinci elə böyüdürük. Lapatkalarımız böyüsün. Qalınlaşsın kürək. Hop, əla. Super. Uşaqlar, əzələni tam axıra kimi buraxmaq lazım ki, əzələ dartılsın, strinc eləsin. Sən də gəlsin, çəksin, arxadan da kürəyə Arxadan görsün. kəbdən arxadan çək, hissələri görsün. Əla. Mən heç vaxt tələsməyin, hərəkət işləyəndə. Biz buraları birinci böyütməliyik, əziz tamaşaçılar. Lapatkan sənin böyük olmasa səhnədə bunu göstərmək üçün. Mənə bura lazım deyil. Bav. 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 Görürsünüz? Bav. Bav. Əsas buradır. Bav. 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 Və mən davamını da burada tamamlayıram, ha, baxın. İndi qayıdacaq Təbriz bura. Eyni şeydir də. Və yox, yox, indi qabağa. Yox. 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 15 saniyə istirahət. 15 saniyə istihad. Sonra qabaq. Qabağa, bəli. Elə bilsən nətərdir, köynəyə geyinirsən, köynəyin arxası var, amma qabağı yox. Ay, təmizsən. Sən bu hərəkəti göstərsən, düzdür? Sən içdən göstərmək üçün, sən bu hərəkət var, ha. Məsələn deyir ki, Bu hərəkət içi qabağa çıxardır. Arxa hərəkət isə, bu arxa ki, bu kürəyin qanadını açır. Və bu lapat, bu da daha çox sənin... Çoxları deyir ki, arxaya işləmək olmaz, tamamaz. Nə demək, niyə? Çünki sümükləri zəifdir. Zəifdir ona görə. Bəli. Ay, Of. 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 Bu məşqin adı adlanır hardcore. Hardcore yəni sərt. Sərt və davamlı. Səhnədə sərt və davamlı görsənmək üçün bunu eləmək lazım. Bu bir hərəkət.
Bu bir podkod oldu. 3 hərəkətin cəmi bir podkoddur. Bu bir podkoddur. Bunun kimi elə 2 podkodumuz var. Ümumi sayılır 9 podkod. 9 hərəkət sayılır. Düzdür 3, 3, 3. Nə qədər elədi? 9 hərəkət. Amma sənə deyim ki, hiss elədim. Vallahi. Sən birinci lapatkalarını genişləndirməlisən. Sonra oturub işləməlisən kürəyin ortasında, əyri qalan çiynimin arxasındakı əzələləri. Geri qalan əzələləri işləmək. Davay. Yetti. Uşaqlar, kanala abunə olmayı yaddan çıxarmayın, like verin. Like. Videonun davamını görmək istəyirsinizsə, nə demək lazımdır? Like. Maşallah. Gedib xarici atletlərə baxdığınızı, maşallah, yəni bizim atletlərimiz heç də xaricdən geri qalmır. Mən azalda bilərəm. Bəli. Mən öz çəkimə uyğun işləyim də, yəni aramızda 33 kilo fərq var. Boksda məşğul olmuşsan, düzdür? Neçə round kölgə döyüşü işləmişsən və yaxud neçə round lapa işləmişsən? Hələ mən sənə quruşan dayanmadan işləmişəm. Quruşan demirəm. Dözümlük, iradə və 10 dəqiqə, 15 dəqiqə nə bilim. Bəli. Bu idmanda da problem bilsən nədir? Bizim idmançılar qaçırlar hasanda. Görürsən tez yorulur adam. Yorulmanın səbəbi əzələvin glikogeni yoxdur. Əzələvin dixanyası yoxdur. Əzələdə dixanya olmalıdır. Sənin venalarının arasında hava olmalıdır. Tamam, gəl bura bax, uşaqlar. Davay, işlə. Sıx. Sıx. Ay, sağ ol. Allah. Biz hal-hazırda başlayırıq aparatlara üstünlüyü verməyə. Əsas old school dediyimiz turnikli öz çəkindən çalışmaq. Sonra öz çəkindən sonra o aparat çətin hərəkətlər var ki, onları yerinə yetirdikdən sonra başlayırıq. Xüsusi Panatanın möhtəşəm aparatları ilə həqiqətən də yarışa hazırlaşması isə Panatana hazırlaşın. Bu Panat aparatlarında çox böyük sirlər var. Çünki hərəkətlərin tam bu şəkildə oturuşması, əzələrini hiss eləmək aparatlardadır. Amma ki, əsas məşqləri unutmamaq şərtinə. Birinci bazanı düzəldib, sonra bazanın üstündə o brilyant qaşı rəndəlib qoymaq. Bir də onu deyim ki, Azərbaycanda yeganə yerdədir ki, Panat aparatları. Zecim idman zalında. Nərmanov da yerləşir. Yəni Instagramda tapa bilərsiniz. Zecim yazısı çıxır. Laptaq eləyərəm aşağıda, girib baxarsınız. Yəni tamam başqa səviyyədir. Demək, burada çəki yoxdur, ortayda onu da qoyardıq. Məcburum. Buradan çəksin. Gəl buradan çəksin. Aynı pol ne qoymuşsan? Hazır nə qaydı da. Buradan çəki olsaydı onu da əlavə eləyərəm. Çəkin çəkin. Uşaqlar, demək olar ki, yəni hamısı polun çəkidədir də, yəni buradan da görürsünüz, ancaq polun çəki. Polun çəki ilə set işləmək. Necə polun çəki? Set işləyir, amma yəni bu güc ona çatır işləyir. Siz girməyin, siz girsəniz, məsələn, bir dənə ancaq işləyərsiniz. Güngül çəki qoyun, özünüz üçün işləyə bilərsiniz. Ya Allah, bismillah. Davay. Səh, ay, sağ ol, getdi. 1, 2, maşallah, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11,
12, əlasan. Uşaqlar, bu da süper setdir. Arxasınca ikinci hərəkət keçəcək. Çəkini azaldım buradan. 90'a qoyuram. Pərviz, içəridir çöl. Bu. Yep. Qəşəng. Düz əzələyə vurur. Yop. Yüngül oldu. Yüngüldür, ama işləyir. O nəyə yüngüldür, bəzələnirsən? Bas. Yüngüldür, bırak. Yaxşı, sən, mənə görə yaxşıdır. Biri sənin xətrimə. İsmail gülür oradan. Gülməyə geçdi. Vermə. Çəkirsən, ha? Gəl. Ha, gəl bura. Ayağı bir dənə göstəreyim. Ayağı göstər. Sağ ol. İsmail Avrupa çempionatına hazırlaşır. Bir ayaqlarını göstərir forması. Maşallah, beton. Yox, yaxşıdır. Avropa çempionumuz olacaq. 50 gündən sonra yarışıdır. Canavarım. 51 gün. Sahibsən, 51 gün. Öpürəm. Həpi. Aycan, davam edirik. Ləmpaları götürək mi? Götür. Ehtiyac. Normal indi olmusan ha. Bana doğru alıp lapatkaları görsene şurada. Görsene babam burada. Uşaqlar. Hem de bicepsi dolu da. Dartırsan ax bitsepsini. O da qeyd edək ki 55'dir. 55'dir maşallah. Böyük hündür olan adamlarda o həmişə böyük görsənmir. Böyük görsənmir, plus da bırak. Nə qədər işləyirsən ki bırak. Çox gec inkişaf. Amma böyüyəndə də bırak. Çox yaşır görsənir. Ha, çox. Nüanslar da uşaqlar hamısı. Yəni siz də boyunuz hündürdürsə, qollarınız uzundursa narahat olmayın. Yəni bir müddətdən sonra yaxşı olacaq. Sıx. Bu da 3 olacaq, ha? Bəli. İnşallah bu da 3 set olacaq. Ardıcıl. Getdik. Vay Pərviz. Biraz qıraqda daha dərin tut ki, dərin işləsin sən. Bir, iki, üç, dört, beş, səx. Səx. Dedi. Ha, davay özün sən. Bas görüm. Bas, boş. İşte. Ay soğuk işte. Bak. Bas. Vay. Sık. Allah. Sağ 100 kilo ilə mən də yoxlayacağım indi. Görək nə alınır. Pərviz bugün qaz verib mənə. Ancaq. Bugün mən fizik olaraq bodybuilderə çatmaq istəyirəm.
Sık. Boşalma. Normal. Давай, dart. Dart. Ay so. Sık. Все, Rafo. Saxla. Boo. Allah sen var versin. Boo. Yap. Of. Gəlmə istəsin lazım olacaq. Uşaqlar, sərt məşq ona deymişlər, dayanmadan süper setlər. Həladır. Uşaqlar, növbəti hərəkətimiz T-bar. Həla. Bu təkdir də, hə? Maşallah. Beton. Bu beton. Yaxşı görürsən. Ha. Buradan çək, sonra keç bu yana. Çək. Bu tərəfdən çək. Ha, belə çək. Sonra qabaqdan çək. Bundan Ha. Buradan güllə ilə vur belə. Hazırsan? Davay. Getdik. Davay. 1, 2, 3, 4, ay son. 5, 6, 11, bas. Həla, hiss eləmirsən? Hara hiss edirik? Sən hiss eləmirsən, mən hiss eləyəcəm onu. Sonra burada götürəndə heç vaxt belimiz əyməyib. Bu. Oturdu ayaqla. Ayaq. Fazla biraz böyüyək. Çəksən? İndi hal-hazırda masana buradayıq. Qurma da deyil ya. Böyümə deyil. Onu da vurğulayım ki, bu idmanda güclü idmançılarımız çoxdur. Məsəl üçün, vurğulaya bilərəm. Bizim mütləq Avropa çempionumuz Yusuf Nurullayev. O da dəli vekslərlə işləyir, o da manyakdır. Çünki onun da o başqa cür yanaşır. Bizim ikimizin də məşq stili çox yaxın olduğuna görə, məsəl üçün, Nadimin özünə məxsus yanaşması var, bəyənirəm. Dostumuzdur, qardaşımızdır. O tam fərqli yanaşır, tam fərqli işləyir. Hər kəsin öz individual seçim proqramı var. Bəli. Və hər kəs özünə uyğun individual proqram seçməlidir. Sən onu edirsənsə, o müəllim Avropa çempionudursa, onu edirsə, mən onu edeyim, mən də onun kimi olacam, yox, elə bir şey yoxdur. Hamısı fərqlidir, individualdır. Öz orqanizmini özün təyin eləməlisən. Tanımalısan. Həm qida baxımından, həm fiziki bəş baxımından. Və yalnız davam. Davam, davay. 2, qaldır, 3, 4, 5, 6, sıx, 7, 8, qaldır, siləmirsən, davay, sıx, beton, sıx, ay, sol, İşləmək.
Bir. Sonra. Neçə? 8. Yenə eyni sağ getdi. Yaxşıdır. Pis deyil. İnşallah təzə bərpa oluruq. 3 ay məşq eləmədim. 3 aydan sonra şükür Allah ki, yaxşıdır, pis deyil. Məncə yaxşıdan əladır. Əladır, əlbəttə ki. Belə vestlərə girmək, eləmək. Bu steak. Bu steakdir, yəni promo birbaşa əzələyə. Məncə steakdir, hə? Pərviz ancaq yedizdirir səni, steak yedizdirir. Maşallah. Zakir müəllim də salamlayıq, yaxın gəlsin. Gəlin. Salam. Gəlin yanımıza Zakir müəllim. Sizi təqdim edək. O utanır, o kadra düşmək istəmir. Onu bir göstərin, xahiş edirəm. Onu göstərin. Onu keçərin göstərin. O biri sizdə Deniz James'in Azərbaycandakı təmsilçisidir, filialıdır. Oxşuyur ha. Filialdır da, elə bir Azərbaycandakı filialdır. Maşallah. Baxın, Azərbaycanın Deniz James'i hazırlaşır inşallah yarışa. Doğru. Dubai Pro'nun inşallah Pro kartı götürəcək. İnşallah. İnşallah. Olur. Bir videonu da inşallah istəyirəm Zakir'in eləyəsən. O da qurma dövründə. Üçümüz maraqlı. Ha. Nə vaxt yaşıl? Ha, Dubai Pro'ya, yıl ayına. Ha, inşallah. Ha, yıl. Zakir İnşallah müəllim, uğurlar sənə, müəllim. qızışmışıq. Qızışmışam gözlərimə. Steak dedi. Basıb gedirik də bura. Stuşkada maraqlı, ay sonra. Gir. Ya Allah. Gir Pərviz, gir. Girmək lazımdır. Sən olsa çəkin hiss eləməyəsən, davay. Qaldır. Bay. O çəki sənin əlində nədir axı? İşte. Beton. Beton, davay. Səx. İzolasiya eləyəcəm. Bundan da yekunlaşdıraq. Keçən növbətdə hərəkətimiz. Özüdür. Sənə hal oldu. Uşaqlar, növbəti hərəkətə gedirik. Biz indi hal-hazırda kürəyin çiyinə bərabər bağlanan hissəsi var. Bax, bu hissə. Çiyinin həm arxası gec inkişaf eləyir, həm də kürəyin bu hissəsi ilə lateral əzələni sıxıb göstərəndə simmetrik gözəlliyi göstərmək istəsənsə bu hərəkətlərə hərəkət üstünlüyü vermək lazımdır. Simmetrik və estetik uşaqlar, estetik görsənmək üçün. Ümumiyyətlə, zəif, geri qalan yerlərimizi çalışın işləyin. Ay, məsələn, zəif yeri yoxdur da, malilər ki, qaydasındadır. Skamelkan biraz aşağı qoyar, bir diş aşağı. Olmasa Allah. Aha, Uşaqlar, zəif bölgələrdə çalışın işləyin. Yenə ağır çəkilərdir, yenə 100 kiloya. Yəni, sistem budur da qardaş, sistem budur. Pərvizin sistemi budur, uşaqlar. Pərvizin sistemi budur. İngil yoxsa, İngil söhbəti yox. İsmail işləyir, səndən işləyir, hə? İsmail. İşləyir. Hə, mənə deyirəm, Pərvizin məşqdə dəyişət. Kürək məşq. Fikir verirsiniz, gəlin baxın. Baba. Görsən necə hərəkət. Və biz orada davam edəcəyik.
qoyuruq biraz da ağıra. Davam edik. Bu set daha kadrarda zamanı biraz çaşdırmasın ki birdən stop verib hərəkətlər edirik tək-tək. Yox, set işləyirik. Ay Pepe. İşte. Havayla sık. Sık. İşte. Ay sağ ol Robert. Budur. Özüdür. Özüdür. Süper. Yo. No. 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 Uşaqlar su verin. Məşq zarman gedir. Axıra yaxın. Məşqimiz haqqında fikirlərinizi bölüşə bilərsiniz kommentariyada. Bu arada çəkdiyimiz videoya, əziyyətə, əməyə hörmət olaraq like verin, abunə olun. Məşqdə su içməyi də unutmayın. Hər məşq arası, məşq vaxtında məsləhət görürəm 2-3 litr su içmək lazım, tükətmək lazımdır. Çünki bədəndəki toksinlərimizi təmizləmək üçün tər vasitəsilə çıxır bədəndən. Amma çoxları su içmiyorum, ümumiyyətlə pump da ala bilmirəm. Mən deyirəm deyə su içmirsən, deyirəm. Əzələnin 90% sudan ibarətdir. Sudan ibarət, əlbəttə ki. Profesional bodybuilderlər zala gəlməmişdən qabaq 4 litr su içir ki, məşq vaxtı istədiyi hərəkəti hiss eləmək üçün. Hiss eləmək üçün. Əzələni bəli. Boş olmasın. Boş olmasın. Axı siz özünüz fikirləşin ki, əzələ sistemi su içməyəndə, yarış qabağı suyu bədəndən çıxardanda necə olur əzəllər? Quru olursa, amma xat-xurt olursan, əzəllər travma alma imkanı, travma almağın daha çoxdur. Niyə tutulur məsələn, kramp olur və əzələn tutulur, başa düşdün? Su içməmək. Su içməməkdən, düzdür. Valla uşaqlar vacibdir su içmək. Ən aşağısı 4. Sonra nə var? Uşaqlar axırıncı setimizdir burada. Yəni süper setdə, həm burada, həm orada. Bundan sonra yenə var hələ. Və səhər təəssüratları gecə səhər duranda yuxudan hiss edəsən. Sabah istəyirəm ki, o kürəyi hiss edəyəm. Səhərsə o ağırlıq olur. Bəli. Xırdalıq. Ağrı ilə durursan. Sələzit eləyir. Ay. Bir də xahiş edirəm idmançılarımızdan. Biz profesional idmançıları fikirləşiriksə, gəlin profesional idmançılar tərəfdən danışaq. Yox, insanları vadar eləməyək ki, gəl zala, arıqla, bu qarınla gəzmə. Bu 9 milyon, 10 milyon xalqın içində əgər sən bu idmançı etmişsənsə, Azərbaycanı təmsil edirsənsə bayrağını, sən bu cəmiyyəti deyə bilməzsən. Cəmiyyəti özvə də, kütləni özvə almaq üçün sən gəlib birinci nəticə verəsən. Sən birinci gedib Avropa dünya çempionu olasan ki, tamaşaçı sənə baxsın ki, bu adam nailiyyəti var, bəli, düzgün adresə gedirəm. Bəli, əslində diyet saxlasaq daha yaxşıdır. Əlbəttə. Sağlamlığımıza daha çox önəm verəcəyik, bəli. Düzgün şəkildə minerallara fikir verməliyik, qidalarımıza fikir verməliyik. Bunun üçün də bir ayrıcı bir veriliş eləyərik. Mən yeməklər pişirərəm. Eləyər ya. Mən özəl yemək hazırlamaq qabiliyyətim də var. O tərəfini də göstərək xalqımıza. 100%. Çünki mən bunları Sağlam deməliyəm. qidalanma necə olur? İnşallah onu da çəkib paylaşacağıq inşallah sizinlə. Hələ qutarmır. Hələ indi başlamış, harı qutarmır. Pərvizlə məşq eləmirsən sən? Turnik elədir, gəl elə. Gəl. Təbriz. Hacı. Elə bir dənə, Razminka.
Saxla, sıx saxla yuxarıda, 1 saniyə. Bırax. Sıx. Sıx. Mükəmməl yoxdur bugün. İşte. Hala, super. Dart Pərviz, dart. 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 Eşek. Tamamlanma işlərdiydik də biz. Aşağı hissəni tam şəkildə doldurmaq, tövləşdirmək vaxtıdır. Çəkə bilərsiniz. Göstərmək lazımdır ki, kürəyin tamamlanmışlardır. Bu aşağı hərəkəti tam otuzdururuq. Har otuzdururuq, özümüz də bilmirik. Hə, qardaşım? Aycan. Deyirəm, hara otuzdururuq, heç özümüz də bilmirik. Amma otuzdururuq. Mişar. Qanter, max hərəkətləridir. Amma burada, belə deyim də, bax, sıxanda həm orta işləyir, həm trapez, həm də yanlar. Bəlkə də bir çox zalda yoxdur aparatlar. Skamekanı qoyub, məsələn, skamekan. Bu vəziyyəti qanterlə işlə bilərsiniz. Sıx, sıx. Əla. Bizi inkişafdan saxlayan buymuş. Böyüməməyə qoyan əzəllərimizin. Estradiol provaksin yuxarı saxlayan belə buymuş. Sizdən xahiş edirəm, kanala abunə olun ki, savadlı müəllimlə çalışmağın nəticəsini görəsiniz. Savadlılıq nə deməkdir? Sizə doğru düzgün yolu göstərən, zədədən sizi uzaq eləyən, düzgün qidalanma, yuxu rejiminiz, həyatda disiplinli olmağınız və hər bir şeyin bir zəncirvari olaraq formalaşmağınızda səbəbkar göydə Allah, yerdə ki müəllim. Xahiş edirəm, bu müəllimlərdən istifadə edin, qədrini bilin. Çox sağ ol, Pərviz. Əslində, ümumiyyətlə sən necədir? Yəni, biz həm atlet kimi, həm... Mən atlet deyiləm, mən müğənniyəm, mən xanəndəyəm. Azərbaycan Respublikasının trener kimi. İfasıyam. Mənim treneringlə əlaqəm yoxdur. Amma ki, mən bu idmana olan sevgimdən gəlmişəm bu idmana, bəli, və idmançılara da göstərmək istəyirəm ki, sevmək lazımdır idmanı. Baxın, mənim sənətim oxumaqdır. Mənim ikinci sahəmdir idman. Sahəm deyil, mən asudə vaxtımı gəlib məşq edirəm. Ayəs ol, mənim qardaşım. Həm də ki, biz günləri, məsələn, yaşam necədir? Biz məşqimizi eləyirik, paylaşırıq sizlərlə. Bəli, siz də yararlanırsınız. Gedib baxmayın da, xariclərə baxmağa ehtiyac yoxdur. Var da Azərbaycanda. Valla buradayıq. Gəlin, baxın, dəstək olun. Biz də sizə dəstək oluruq. Gəl. Of. 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 Qardaş. Möhtəşəm. Sonluğusu trapezlə doldururuq qanterlə. Trapez? Bəli. Trapezius. İndi deyəcəklər ki, bu qədər məşq olar. O bizə olar, əzim, sizə olmaz, xahiş edirəm. Bu məşqin qabağında, bayaq kamerada söyledi demədi. Bu məşqin qabağında yaxşı yemək lazımdır. Bəli. Söhbət yarım kilo 500 qram ətdən gedir, 400 qram karbohidratdan gedir. Samballı çoban salatı, avokadosu yanında olmaq şərtinə gedir ha. Yoxsa mən bu məşqi də hər adam eləməyə o gücü yoxdur. Kiməsə yalandan demək lazımdır, gəlirlər. Kimi gücü hara qədərdir, işləyir 3-4 set. Əlbəttə ki. Bu hərəkəti abyomda eləmək lazımdır ki, qurma dövründə üstündə hərəkətlərlə oynayasan. Uşaqlar,
Axırıncı hərəkətimiz, yekun hərəkətimiz trapez. Trapezlə, inşallah trapezlə yekunlaşdırıq məşqimizi. 50 kilo olsa 50 dənə eləməliyik sayı. Getdik. 50 kilo 50 dənə. 5, 6, 7, 8. Bu qalsın, bunları biz yığarıq. İşte Pərviz, işte. Gəl. 50 götürün məndə deyirsən. Mən cağır olarım böyle. Yox, elə də 12 dənə eləmə. Mən 45 dənə 50 dənə eləm. Sən nə edirsən? Uşaq yəni qaçış yoxdur da. Axırıncı bir dənə parxod eldi ya bunu. Saz olaraq. Motivasiya. Sənə yarışan mən kimi adam lazımdır hazırlaşdırmaq. Sənə rəqabaqıva duran olmaz. Pərviz sıx. Bir balata qabağa. Tamam. Maşallah. Çox qaraltdım səni. Doğrudan. Axırda. Eybi yox. Bir dənə də edərik. Heç qaraltmazsan. Uşaqlar, məşqimiz yekunlaşdı. Pərviz, çox sağ ol hər şey üçün qardaş. Sən sağ ol. Həqiqətən də Pərvizin məşq sistemi çox superdir, əladır. Belə, yəqin ki bu davamlı olar da, Murat. Əlbəttə, bunun sinə məşqi var. Bunun çiyin məşqi var. Bunun qollar məşqi var. Ayaq məşqi var. Ayaq məşqi, mən ayaq məşqi də Bəli. Ayaq məşqinə Ayaq məşqi. tam başqa bir ürün görərsən inşallah. Əslində bunları çəkmək lazımdır ki, bizim xalqımız, bizim gənclərimiz maariflənsinlər və görsünlər ki, düzgün inkişaf etmək üçün hansı hərəkətlərdən istifadə etmək lazımdır. Və bir daha sizlərdən niyə xahiş edirəm? Çünki mən bir el sənətkarı kimi, ölkənin sevilən bir ifaçısı kimi sizdən xahiş edirəm ki, bax bu cür düzgün müəllimlərin yanına gəlin müraciət edin. Mənim adımdan gələnlərə böyük endirim olacaq. Düşünürəm ki, desək ki, Pərvizin tanışıyam, düşünün ki, Təbrizin sizə xüsusi bir endirimi, xüsusi bir diqqəti olacaq. Və gəlin yararların belə müəllimlərdən, valla, heç itirəcəyi bir şey yoxdur, qazanacaqsınız yalnız. İnşallah və Növbəti məşqimiz nə olsun? növbəti məşqimiz, düşünürəm, çiyin məşq olsun. Növbəti məşqimiz çiyin Gələn məşqində həftə. inşallah görüşmək üzrə. Gələn həftə üçün. Kanala abunə olun, like verin və fikirlərinizi altda yazın, bölüşün bizlə. Öpürəm. Bəli, Sağ ol qardaş, hər şey üçün. Allah razı Var ol. olsun.